Yəni sən özünü Afət Fərman qızıdan sənətdə, tanınmaqda, belə peşəkarlıqda üstün bilirsən? Soyub gedib də, yoxdur, afət var. Qız Afət Fərman Moskvada qızı... oxumaq trenddir. Moskvada elə qızlar tanıyıram ki, anatığını tanımır. Amma toylarda dərdir. Nə olsun ki? Hə, yadıma düşdü. O xanım mən toy aparırdım Salyanda. Ora dedilər, olar mı istəyir də, bu da oxusun burada bir mahnı. Bəs istəyirik ona bir mahnı oxusun dedi. Pulzada alın, Pulazada gəlməyib dedi. Pulla gətirməmişik. Dedim o nə demək, Azərbaycanlımızdır, gəlsin, xoş gəlir. Hə, dedilər, Salyanda da bilirsiniz də balığın məskənidir. Quru silyotka balığı elə bil dedilər verəcək. Bir yeşikdə gilas. Gilasdan quru balıq. Ondan yadımda qalıb. Mənə də belə açığı dedim ki, kaş əlib onun çörəyə çatardı. Pul əvəzinə yəni. Dualarımı eşitdi. Bax, onların toyuna o Salyanda bir yeşik gilas, bir də Bunun səsini artırın biraz uşaqlar mikrofonu. ona gəlmişdi. Yəni çox belə, yəni hamımızda, yəni qardaşlar ansamblı, qardaşların ansamblıydı Fərhad Tufan. Gəldi o da belə biraz qışqırmağı yadımdadır ki, qışqırırdı. İndi hər bir oxu tərzi var. Mən pisləmirəm də. Bir balaca da elə bir gözündə hərdən nəsə belə Allah kömək olsun, Allah mən pis mənayla demirəm Allah.